Professor Dilşad Elbrus nüvə fizikası sahəsində ilk Azərbaycanlı qadın alimdir. Dilşad Elbrus Azərbaycanın və Türkiyənin ilk nüvə fiziklərindən biri olub. O, 7 dildə sərbəst danışıb və öz sahəsində yüksək nəticələr əldə edib. Dilşad xanım 1915-ci ildə Qarabağda xan nəslindən olan ailədə dünyaya gəlib. Atası Talıbxan bəy Talıbxanbəyov Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti zamanı mühüm dövlət vəzifələrində çalışıb. Lakin 1920-ci ildə Cümhuriyyətin dağılmasından sonra o öldürülüb. Ailəsinin bütün var dövləti isə müsadirə edilib. Bu zaman çətin vəziyyətə düşən Talıbxanbəyovlar ailəsinə kömək əlini uzadan Dilşad Elbrusun dayısı, mühacirətdə yaşayan Hüseyn bəy Mirzə Camalzadə olur. O daha çox Hüseyn Camal Yanar kimi tanınır. Beləcə, Dilşad xanımın anası Xeyrənnisa xanım və bacıları ilə birlikdə 12 yaşında Azərbaycanı tərk edərək Türkiyəyə mühacirət edib. İstanbulda Dilşad xanım yeni həyata başlayıb. O əvvəlcə Qızlar Kollecinə daxil olub, sonra isə İstanbul Universitetinin fizika fakültəsində təhsil alıb. Dilşad Elbrus ali təhsilini başa vurduqdan sonra burada təcrübi fizika institutunda assistent kimi çalışıb. O elmlər doktoru adına yiyələnməyi bacarıb. Dilşad xanım 1961-ci ildə İzmirdə Egey Universitetinin professoru adına layiq görülüb. Beləliklə o, Türkiyədə nüvə fizikası sahəsində ilk qadın mütəxəssislərdən biri olub. Dilşad Elbrus bununla həm də nüvə fizikası sahəsində ilk Azərbaycanlı qadın alimdir. Onun apardığı araşdırmalar sayəsində Türkiyədə nüvə texnologiyaları ilə bağlı ilk elmi işlər meydana çıxıb. Dilşad Elbrus bir müddət Avropanın elmi şəhərlərindən sayılan Oksfordda yaşayıb. Dilşad xanım həm də İsveçin məşhur Uppsala Universitetində elmi araşdırmalar aparıb. Dilşad Elbrusun bioqrafiyasındakı ən maraqlı məqamlardan biri Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. 1929-cu ildə 14 yaşında ikən o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri ilə görüşüb. Türkiyədəki tədbirdə Dilşad xanım Rəsulzadəyə 3 rəngli bayrağı təqdim edib. Rəsulzadə həmin bayrağı alarkən bir kərə yüksələn bayraq bir daha enməz demişdi. 90 FM